Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla dadı damağınızda qalacaq ləzzətli abşeron tortunun evdə asan üsulla hazırlama qaydası olacaq. Biskviti hazırlamaq üçün 6 ədəd otaq temperaturunda olan yumurtanın ağın sarısından ayırmışam. Yumurta ağını mikserin qabına əlavə etdikdən sonra üzərinə 1 çimdik duz əlavə edirəm. 2-3 dəqiqə çalıram. Sonra 1 stəkan şəkəri az-az əlavə edib ağaranacan çalıram. Qeyd edim ki, 1 stəkan şəkər əlavə etdikdə biskvit biraz kəmşirin olur. Əgər şirin xoşlayırsınızsa, şəkərin miqdarını 2 yemək qaşığı artıra bilərsiniz. Kütlənin həcmi artıb ağardıqda üzərinə yumurta sarısında bir-bir əlavə edib ən azı 3-5 dəqiqə çalıram. Yumurtanı nə qədər çox çalsaq, biskvit bir o qədər yumşaq, qabarıq alınır. Yumurtanın həcmi artıb ağardıqda mikseri söndürürəm. Onu kənarda qarışdıracağım. İçərisinə əlavə etmək üçün üyüdülmüş qoz, 1 stəkan yarım un götürmüşəm. Unun üzərinə 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. Unu ələkdən keçirdikdən sonra üzərindən üyütdüyüm qozu əlavə edirəm. Qozu qozçəkən maşında çəkmək və yaxud da blenderdə ütmək olar. Çırpıcı ilə çox ehtiyatla qarışdırıram. Hazır kütlə bu qatılıqda olmalıdır. Soba listinin içərisinə diametri 26 cm olan halqa yerləşdirmişəm. Evdə bişirmə kağızı olmadığı üçün adi çörək kağızının üzərinə azacıq duru yağ çəkib onun üzərində bişirəcəm. Xəmiri halqaya əlavə etdikdən sonra bir dəfə bu cür çırpıb 170 dərəcəlik sobaya yerləşdirirəm. Bişənə yaxın mütləq konveksiya rejimində bişirmək lazımdır ki, içərisi tam bişsin. Əgər sobanız yaxşı bişirmirsə, bu xəmiri 2 dəfəyə də bişirə bilərsiniz. Görürsünüz, içərisi tam bişibdir. Halqadan çox ehtiyatla bıçaq yardımı ilə kənarlarını ayırıb çıxarıram. Kağızı biskvitdən asanlıqla ayırmaq olur. Tərs çevirib dəsmalın üzərində saxlayıram ki, tam soyusun. Soyuduqdan sonra 3 hissəyə böləcəm. İti bıçaq yardımı ilə biskviti 3 yerə bölürəm. Kremi hazırlamaq üçün 2 stəkan soyuq süd götürmüşəm. Üzərinə 1 stəkan şəkər, 2 yemək qaşığı da un əlavə edirəm. Unu 2 qaşıq qarıqdal nişastası ilə də əvəz etmək olar. Çırpıcı ilə qarışdırıram. Üzərinə kənarda 1 ədəd yumurtanı yaxşı çaldıqdan sonra əlavə edirəm. Yenidən yaxşıca qarışdırıram ki, içərisində un topacıqları qalmasın. Əgər kremi çox şirin sevirsinizsə, şəkərin miqdarını 1-2 qaşıq artıra bilərsiniz. Qazanı ocağın üzərinə yerləşdirib, qazın orta temperaturunda qarışdıraraq kremi bişirirəm. 3-4 dəqiqəyə tam hazır olur. Kütlə bu cür qatılaşdıqda ocağı söndürürəm. Qazandan başqa bir qaba əlavə edirəm. Kremin üzərini salafanla və yaxud da streç ilə bu cür örtmək lazımdır ki, tam soyusun. 250 qram otaq temperaturunda yumşalmış kərə yağının üzərinə 1 paket vanil əlavə edirəm. Mikserlə yağ ağaranacan çalıram. Yağı bir az çaldıqdan sonra üzərinə əvvəlcədən bişirib soyutduğum bişmiş kremi əlavə edirəm. Qeyd edim ki, kremin içərisində un topacıqları qalarsa, mütləq yağı əlavə etməzdən öncə süzgəcdən keçirdib sonra əlavə edin. Bəzən bu krem çürüyə bilər. Çürümənin qarşısını almaq üçün bir az çaldıqdan sonra mikseri söndürürəm. Kremi soyucunun buzluğuna yerləşdirirəm.
5-6 dəqiqə buzluqda qaldıqdan sonra yenidən mikserlə çalıram. Onda krem daha tez alınır. Həm də ki çürümür, tez bərkiyir. Görürsünüz, çox gözəl alınıbdır. Sonda içərisinə 3 yemək qaşığı da qatlaşdırılmış süd əlavə edirəm. Yenidən 3-4 dəqiqə çalıram. Artıq pişmiş krem hazırdır. Tortu bu cür kremlə hazırladıqda daha ləzzətli olur. Dadına doymaq olmur. Əvvəlcə birinci qatın üzərinə hər tərəfinə krem çəkirəm. Sonra digər qatı da yerləşdirib üzərinə hər tərəfinə bolca krem çəkirəm. Sonuncu qatı da yerləşdirib üzərini əlimlə hamarladıqdan sonra üzərinə yerdə qalan kremi də çəkib sonda halqanı götürürəm. Tortun kənarlarına üzərinə krem çəkirəm. Üzərin bıçaq yardımı ilə çox ehtiyatla hamarlayıram. Qozu əvvəlcədən qoz çəkən maşında çəkmişəm. Tortun kənar hissələrinə və üzərinin bir hissəsinə qozdan əlavə edirəm. Bolluca qoz əlavə edirəm ki, dadı daha gözəl olsun. Tortun üzərini kakao qatdığım kremlə bəzəyirəm. Təxminən 2-3 yemək qaşığı kremə 1 yemək qaşığı kakao əlavə edib qarışdırmışam. Kənarlarına da bu cür kremdən əlavə edirəm. Sonda üzərin ağ kremlə bəzəyirəm. Artıq gördüyünüz kimi Abşeron tortu hazırdır. Görünüşü kimi dadı da mükəmməl alınıb. Çox fərqli, doyumlu, ləzzətli bir tort alınıb. Sonda kəsib içərisində sizə göstərəcəm. Həqiqətən də mükəmməl bir tortdur. Hazırlamağa dəyər. Gördüyünüz kimi az ərzaqla, asan üsulla, çox gözəl görünüşlü, ləzzətli bir tort hazırladıq. Əgər videolarımızı izləyərkən bəyənsəniz, kanalımıza abunə deyilsinizsə, abunə olsanız kanalımıza dəstək olmuş olarsınız. Qeyd edim ki, videoları izləyərkən bəyənsəniz, onda kanalımızdakı videolar YouTube'da daha çox insanların qarşısına çıxar. Əvvəlcədən kanalımızı izləyib bəyənənlərə öz təşəkkürümü bildirirəm. Hazırlayacaq olanlara nuş olsun.